Ən cəsarətli bürc. Mən elə bilirdim ən cəsarətli bürc həmişə belə olub da, şir, qoç, buğa. Mən də tərəzi bürcüyəm. Bəzən deyirdim, yox, elə ən cəsarətli bürc tərəzidir. Çünki mənim özüm də bəzən belə hər şeydə riskə getməyi sevirəm. Bəzən geri çəkiləm, amma bəzən doğrudan da çoxları deyir ki, Sara Səfra, bunu heç kim etməzdi, siz etdiniz. Təbii ki, insanın içərisində hər bir insanın, ən güclü, ən qüdrətli, ən qəhrəman bir insanın, şəxsin də daxilində bir qorxu var. Qorxu var. O insanlar deyir ki, bircə Allahdan qorxuram. O yalan söhbətdir. Əgər qonşun pissə, bəzən qonşundan qorxursan, bəzən ailəndə ailə başçısı pisdirsə, ondan qorxursan. Yəni insanın qorxacağı bir çox şeylər var. İnsan deməsin ki, yox, mən heç nədən qorxmuram. Daima içərimizdə bir qorxu bizimlə bərabər bu həyatda yaşayır. Özümüzlə bir yerdə onu gəzdiririk, yaşadırıq. Amma deyirlər, ən cəsur bürc aslan ürəkli əqrəblərdir. Bilmirəm, mənim tanıdığım əqrəblər var. Düşünürəm, onlar belə mi cəsarətlidir? Yenə deyirəm, mən düşünürdüm başqa bürclər, amma çox təəssüf ki, aslan ürəkli ifadəsinə uyğun olaraq onlar heç vaxt parlamaqdan və diqqəti cəlb etməkdən çəkinmirlər. Yəni güclüdürlər, öndədirlər, nə belə. Mən inanmıram. Belə bürc Əqrəblər digər bürclərdən fərqli bir cəsarətə malikdir. Onlar ən cəsur bürc kimi tanınırlar, emosionaldır, dərinliklərə və belə naməlumluğa qədər gedirlər, dərindən nüfuz edə bilirlər. Başqalarının qaçdığı böhran anlarında belə sakitliklərini qoruyaraq bu bürc altında olanın ən böyük qorxuları ilə üzləşməkdən çəkinmirlər. Küldən dirilmə qabiliyyəti onlara hər hansı bir dağıntıdan daha güclü çıxmaq üçün cəsarət verir. Onların cəsarəti sakit, lakin dərin bir gücdür. Amma mən düşünürəm, ən güclü bürclər, yenə də deyirəm, buğadır, şirdir, qoçlardır və tərəzi bürcü. Tərəzi